Son zamanlar belə bir trend əmələ gəlib. Su pəhrizi, su diyetası. Buna münasibətiniz necədir? Su pəhrizi nə üçün edirsiniz? Bununla nəyi qazanmaq istəyirsiniz? Əgər kilo vermək istəyirsinizsə, bu başqa məqam. Əgər bədəninizi sağlamlaşdırmaq istəyirsinizsə, bu da başqa məqamdır. Orada yanaşma fərqli olmalıdır. Su diyeti belə bir məqamı var ki, su bədəni bir günlük eləyə bilərsiniz. Ayda bir dəfə eləmək olar. Bu bir təmizləyici bir vasitədir. Sizin bədəninizdə toksinlər xaric olur. Hətta ilkin növbədə su içən birinci gün niyə oruçluqda məsələn birinci 3 günlükdə bizim başımız ağrıyır. Çünki bədəndə o təmizləmə prosesi gedir, detoks prosesi gedir. Bədən elə bil ki, başqa bir sistemə keçirilir də bu şəkildə. Ona görə suya mən yox demirəm və su aclıqlara da yox demirəm, amma qədərində və nə məqsədlə ayda bir dəfə etmək olar onu. Kilo verməyin də qaydası var. Birinci növbədə bədənimizdə zülal itkisi olmamalıdır. Əgər bizim bədənimizdə qan təhlillərdə zülal və ümumi zülal 60-dan aşağıdır, artıq biz bədəndə zülalın itkisi olur və bunun nəticəsində bizim bədənimizin, üzümüzün sallanması, dərimizin sallanması, qoldur. Əsasən də ən çətin bir belə yerlərimiz məsələn qollardır. Çünki onu nə də etsən, məsələn qarnında bir press yaratmaq olar, ayaqları da yığmaq olar, amma qolları çox həssas bir yerdir, üz də çox həssas yerdir. Bunun üçün də nə? Bizim kifayət qədər zülalımız olmalıdır qidalanmada. Ona görə bir insan 10 gün su diyeti edirsə, burada artıq qarantiya deyil ki, bu sağlam olacaq. Çünki burada nədən gedir? Bədənin olan yağlarla bərabər zülallar da itkiləri gedir. Bəli, zülallarla bərabər də digər bir faktorlar da öndə gedir. Ona görə mən hər zaman deyirəm ki, zülal göstəricisi əsasən də ümumiyyətlə xanımlar, bəylər də təbii ki, vacibdir. Amma bizim Azərbaycan xanımları özlərinə çox baxımlı olduqlarına görə hər zaman istəyirlər ki, dəriləri, üzləri gözəl olsun. Onun üçün də təbii ki, zülal göstərici. Bu da qida ilə. Bu qida ilə bərpa olunmalıdır və bununla da bərabər müəyyən mikroelementlər var. Əgər onlar kifayət qədər deyilsə, onlar bir-birini tamamlamır.